Xalis niyyət çox mühüm məsələdir. Və bunu yadda saxlasın məni dinləyən insanlar. Kim ixlasla iş görsə, adətən onun haqqı ödənməyəcək cəmiyyət tərəfindən. Adətən o cəmiyyət tərəfindən nankorluq görəcək. Adət belədir, qayda belədir. Adətən ixlasla iş görən insanın qədrini bilməyəcəklər, dəyərini bilməyəcəklər. Baxın, bütün günü xalis niyyətlə cəmiyyətə, xalqa xidmət edən insanların vəziyyətinə baxın. Hansı cəmiyyətə ki, onlar xidmət edib, elə onlardan zərbə alıblar. Bu bir qaydadır. Gecə-gündüz təmənnasız xidmət elədiyi insanlardan, cəmiyyətdən, xalqdan zərbə alıblar. Qədirləri bilinməyib. Deyir, əleyhissalam quyu qazırdı. Tarixin faciəsi üstünədir. Dünyanı idarə eləmək potensialı, gücü olan bir şəxsiyyətdən o qədər istifadə eləmirdilər ki. Görün, nə qədər nankorluğun nəticəsi ki, əleyhissalam bağ salır, bağbanlıq eləyir, quyu qazır.